Hər vaxtınız xeyir əziz izləyicilər. Kim ki çoxlu pul qazanmaq istəyir, diqqətlə indi deyəcəyim məlumata qulaq assın. Çox maraqlı bir məlumatdır. Qarşıma çıxdı, istədim onu sizinlə də bölüşüm. Düşünürəm bir çoxları üçün faydalı olacaq. Siz də öz növbənizdə bu videonu bəyənib paylaşın ki, daha çox insan bundan xəbərdar olsun. Heç kimə sir deyil ki, süni intellekt artıq həyatımızın bir parçasına çevrilir. Süni intellektin inkişafı isə bir çox peşə sahiblərinin yaxın gələcəkdə təəssüflər olsun işsiz qalmasına gətirib çıxaracaq. İstəsək də, istəməsək də bu belədir. Amma elə peşə sahibləri olacaq ki, onlar əksinə daha da varlanacaq, milyonçu olacaqlar. Söhbət fiziki əmək tələb edən peşələrdən gedir. Hətta bununla bağlı Nvidia şirkətinin rəhbəri Jensen Huang da fikir bildirib. Bilməyənlər üçün deyim ki, Nvidia dünyanın oyun, dizayn, tədqiqat, robotexnika və süni intellekt sahələrində əsas texnoloji lokomotivlərdən biridir. Şirkət rəhbəri qeyd edir ki, süni intellekt texnologiyaların sürətli inkişafı yaxın illərdə elektrik, santexnik, dülgər və buna oxşar digər peşələrə olan tələbatı kəskin şəkildə artıracaq. Yəni, öz əlləri ilə işləyən peşəkarlar yaxın gələcəyin əsas qazananları olacaqlar. Artıq bu sahələrdə 100 minlərlə mütəxəssis tələb olunur və bu rəqəm hər il artmağa davam edəcək. Nvidia rəhbəri gənclərə çağırış edib ki, bəs peşə məktəblərinə üst tutmaq ağıllı və gələcəyə hesablanmış qərardır. Çünki süni intellekt infrastrukturu genişləndikcə bu sahələrdə işləyən insanlar həm yüksək gəlir, həm də sabit məşğulluq imkanları əldə edəcəklər. Bir sözlə, texnologiyanın gələcəyi yalnız proqramçılardan deyil, həm də bu texnologiyaları gerçəyə çevirən, tikinti aparan, naqil çəkən, sistemləri quran peşəkar işçilərdən asılı olacaq. Odur ki, peşə seçərkən min ölçüb bir biçin. Texnologiya elə inkişaf edir ki, yaxın gələcək bir göz qırpımında bizi haqlayacaq. Bəs siz bu barədə nə düşünürsünüz? Fikirlərinizi şərhlərdə qeyd edə bilərsiniz. Bu arada səhifəmə abunə olmağı da unutmayın. Mən isə gedim görüm özümə hansı peşə seçə bilirəm.